Sabahınız xeyir, yeni videoma hoş gelmişsiniz. Bugün biraz istirahət eləmək qərarına gəldim, biraz dincələcəm. İndi çörək yeməyə gedirəm. Sizə hostelimlə o müsəlman restoranının arasında nə qədər məsafə olduğunu göstərəcəm. Ona qədər də biraz Çindən danışaq. Deməli, Çinə gəlmək istəyənlər ən böyük diqqət eləsin. İlk növbədə Alipay üstünə bura gəlməmişdən Alipay proqramını yükləyirsiniz və oradan qeydiyyatdan keçirsiniz. Öz kartınızı ora salırsınız da bir sözlə. Çünki burada bütün hər şey Alipay üstündən gedir. Yəni istər ödənişlər olsun, istər metroya, avtobusa, nə bilim bu şəkildə minsəz, istər taksi olsun, dilənçiyə pul vermək belə istəsəz ancaq Alipay üstündən. Alipay'a öz kartınızı əlavə edin, ondan sonra rahat şəkildə gəlin bura. Çünki bəzən burada gəlib onu düzəltmək olmur. Çünki Azərbaycan kartına mesaj getmədiyi üçün buradan onu çox vaxt düzəldə bilmirsiniz. Daha sonra WeChat proqramından istifadə edirlər. Düzdür, mən hələ istifadə eləmişəm, amma burada kimlərsə yazışmaq lazım olsa, nə bilim bəzi ödənişlər belə WeChat üstündən olur. Şimdi Çində bizə aid bütün sosial şəbəkələrin hamısı blokadadır. Yəni belə deyim ki, əgər ki Çinə gəlsəz və burada TikTok, Instagram, YouTube kimi şeylərdən istifadə etmək istəsəz, bu biraz çətin məsələdir. Ona görə də VPN-lərdən istifadə edirsiniz. VPN-i də bura gəlməmişdən bir gün, 2 gün qabaq aktiv eləmək lazımdır. Ən güclü VPN Astril VPN-dir, $30'dı, amma mən onu almamışdım, əslində ala bilməmişdim. Necə ala bilməmişdim? Biraz problemlər yaşanmışdı, ona görə ala bilməmişdim. Lakin ikinci növbədə Let's VPN-dir. Let's VPN burada yaxşı işləyir, amma mənə görə mənə uyğun deyil də. Yəni mən bilirsiniz ki, bu yolda ən çox TikTok'dan canlı açıb elə pul qazanmam, amma mənə uyğun deyil Let's VPN. Amma sizə, məsələn, kimlənsə WhatsAppda yazışmaq istəyirsinizsə, Azərbaycanla əlaqə saxlamaq istəyirsinizsə, TikTok'a video atmaq istəyirsinizsə, Instagram'a girmək istəyirsinizsə, hamısına rahat şəkildə girir. Let's VPN qiyməti də $10'dır. Yəni 17 manata Let's VPN-i də ala bilərsiniz. Yəni bura gələndə bilməli olduğunuz ən böyük şərtlər bunlardır. Bir də onu deyim ki, bura əgər gəlsəz, bizdə normal adaptır başlıqları, normal yumru başlıqlar var, taxırsan, onlar burada yoxdur. Burada ancaq şüy başlıqlardan istifadə olunur. Yəni elektrik yuvasına taxılan yeri şüy olmalıdır. Yumrudan qəbul eləmir, heç harda yoxdur. Var, təhdük yerlərdə tapa bilərsən, amma çox əziyyət çəkərsən. Ona görə ona da diqqət edin. Mən də bunları danışdım. Birazdan da mən inşallah gedəcəm, o yerdən qayıdıram hostelimə. Burada çörək yiyəcəm. Çörəkdə yumurta yiyəcəm. Yumurtaları qəşəng olur. Yumurta yiyəcəm. Ondan sonra hostelimə qayıdıb video yığmağa çalışacağım. Burada da hal-hazırda küləyi görürsünüz. 2 gündür küləklər başlayıb. Yəni hava da Azərbaycandakı kimidir demək olar ki. Bu da mənim müsəlman restoranım. Bu sözü gördüksə halal söz. Yəni bilin ki, müsəlman restoranı. Gəldi indi müsəlman restoranımıza. Mən söndürürəm. Birazdan yenidən videomuzu başlatacaq. Şəkə 2 dənə yumurta. Yumurta da belə soslarda düzəltdilər və möhtəşəm dadı olur. Sizə deyirəm ki, yəni bura gələndə Alipay mütləq yüklü olsun. Mütləq. Deməli, yenə çayımı gətirdi, sağ olsun. Mən gəlib oturan cübbəyə çay gətirir. Orada bir ilə dostlaşmışam. Çayımızı gətirdi. 2 dənə yumurta, biri 2 yuandır. 50 qəpik. Yumurtanın bir 50 qəpikdir. Sadəcə çörək də demişəm. Çörək deyəndə bunların çörəyin üstündə, çörək deyil də, yəni pide tərzində bir şeydir. Çörəyin üstündə çox acılı soslar olur. Dedim biraz doyumcul olsun. İndi çörəklə bunları yiyəcəm. Çörək deməyək də, yəni mən axşama qədər idarə edirəm. Dadı da var, qəşəngdir. Elə ki pide zad yeyirsən. Baxın bu şəkildə yumurtaların için rənginə baxın. Yəni burada yumurtalar belə
belə deyim də, hansısa çayın içində qaynayır. Məsələn, biz adi suyun içində dəmləyirik, bunlar çayın içində qaynadıb belə bu hala gətirirlər, amma həqiqətən dadı bizimkindən çox fərqlənir. Yəni deyə bilərsiniz bir yumurta necə fərqlənə bilər, amma bu aroması yəni fərqli bir tərzdədir. Adama ləzzət edir. O 50 qəpikdir biri. Bundan sonra mən ancaq yumurta yeyim də. Çörəyim gəlsin sonra. Bunları soyum, çörəyim gələndən sonra yumurtamızı da yeyərik. Orada da restoranlarda deyəndə mən başqa restoranda oturmamışam. Bu restoranda əyləşdiyim üçün deyirəm. Tez-tez hər gün bu restorandayam. Restoranda da belə bütün masaların böyründə zibil qabları var. Yəni əlini sildin, at ora. Yeməyi yedin, nəsə atmaq istəyirsən elə at ora. Yəni stolun üstündə saxlama, stolun üstünü təmiz saxla. Sarfetkada əlini silən kimi elə böyründə zibil qabısı var. Yəni hamısında elədir. Allaha and olsun, həqiqi deyirəm. O qədər mehribandılar. Baxın, görün mənə gətirdi. Özdə burada biri var, lap kassir da, burada kassirdir. O qədər çox mehribandır ki, yəni mənə pulsuz çay o gətirir. Pulsuzsa nə vermişəm? 2 dənəsinə 4 yuan pul vermişəm. 1 manat pul vermişəm, bir də çörəyin puludur. Yəni buna baxın, mənə getdi xiyar salatı gətirdi, çay gətirdi üstündə. Yəni çox mehriban millətdirlər, çox mehriban xalqlar. Yəni 3 manata, indi çörəyimlə daxil 3 manata yediyim yeməyə baxın mən. Bunların ikisini pay gətirib. Nə bilim, həqiqətən Çini gəlib görməyə, gəzməyə dəyər. Həm tarixi baxımından, həm gözəlliklər baxımından Çini gəlib gəzməyə dəyər. İnsanlar da möhtəşəmdir. Gülər üzlülər, heç vaxt pis baxmırlar. Baxırlar belə ki, bu fərqlidir da turistdir. Amma o dəqiqədə gülümsəyirlər. Və yaxud da baxır, burada Azərbaycanda deyir 5 saniyə şey, göz-gözə gəl 5 saniyə üzün çörəcək. Burada elə deyil. Burada hamı baxır sənə, üzü çörüb baxan kimi tez üzün çörür da. Yəni tanıdığından tez üzün çörür. Yəni mən baxmadım da sən. Burada elədir söhbət. Yəni ki, uşaqlar, Çinə ürək rahatçılığı ilə gələ bilərsiniz. Yəni insanlar möhtəşəm. Düzdür, indi hər tərəfin pisi var. Buranın da pisləri ola bilər, qarşılaşa bilərsiniz. 1 milyard insanın hamısı yaxşı olası deyil. Amma ki, o deyim ki, Allah heç vaxt qarşınıza pis insan çıxartmasın. Gəldi yeməyim. Yeməyim deyəndə çörəyim də gəldi. Baxın, bu masaya 3 manat pul vermişəm. Baxın bu masaya 3 manat pul vermişəm. Düzdür, bunların ikisi paydır. Yəni bu hamı eləyirlər, yəni elə bir insandılar ki, hamıya belə jestlər edir. Həqiqətən 3 manata Çində insan nə qədər doya bilər? Necə doya bilər? Desələr bu videonu göstərin. Yəni yemək də həddən artıq çox idi. 3 manat 12 qəpikdə pul ödədim. Lap da super yemək idi. Səhər yeməyim. Əslində səhər deyəndə yəni ki, gün ortaya tay bir yemək yedim da. Bir doğduyum ki, burada çox yerdə, 90% yerdə belədir ki, məsələn, turistdir bu, qoy bu alladın, turistdir bu, bunu artıq deyim, elə bir şey yoxdur. Yəni, burada elə şeyi görə bilmərsiniz. Görərsiniz, indi yenə deyirəm, hər tərəfin yaxşı insan da var, hər tərəfin pis insan da var. Amma ki, yəni mən getdiyim yerlərdə hələ elə biri qarşıma çıxmıyor ki, o bu turistdir, bunu alladım. Elə şeyləri yoxdur. Hələ əksinə turistdən daha çox hörmət edirlər. Demişdim, bugün video çəkməyəcəm. Yəni video çəkəcəm əslində, yəni çəkmişəm də, çölə çıxmayacaqdım. Burada videomu editlədim. İndi dərman vaxtımdır, gedim yemək yeyim bayaqki restoranda. Yəni bir dənə orada yeyirəm də, onsuz da çölə çıxmasam ümumiyyətcə bir dənə orada müsəlman restoranı bu yaxınlardadır. Burada editləmişəm videomu da. Prosta burada işıqlar nəticə kameraya təsir göstərir. İndi gedim inşallah yenidən yemək yeyim, gəlim dərmanım var. Günorta dərmanımı atmamışam, günorta səhər dərmanımı 2-nin yarısı atmışam, 2-də atmışam. Günorta dərmanımda 7-nin yarısı da hal-hazırda hələ atmamışam. Gedim o da yeməyimi yeyim, gəlim atım. Özüm adamı biabır eləyərəm mən. Şəpi ilə çıxmışam. Restorana şəpi ilə gedirəm. Hava da soğuqdur. Ayaqlarım üşüdü. Restoran da bu binaların o birisi tərəfindədir. Əgər ki, bunun o birisi tərəfindədir. İndi o ara keçiddən keçib gedəcək. Amma şəpi ilə nahaq çıxdım. Bir də otağa getmək istəmədim. Otağa gedək, qəbi geyin, qayıt. Otaqlar kartla açılır. Kartı
sal ora, at, nə bilim, ərindim də. Ona görə piyada çıxmışam. Bir də bunu demək istəyirəm ki, bunlarda saqqal adəti yoxdur da. Yəni ki, mən hələ qarşıma çıxmayıb saqqalını çəkmək. Təsəvvür edin, müsəlman restoranını deydim. Müsəlman restoran deyirəm, müsəlman məhəlləsini deydim. Çinin ən böyük müsəlman məhəlləsində. Orada belə bir dənə saqqallı görmədim. Ona görə çox fərqli gəldi bunlara. Bu da restoranın olan məhəllə. Keçdim binanın bu tərəfinə. Restoran da qabaqdadır. 那就腐竹，然后这个给我来点这个泡泡。Budu var. 来点海带。 Manatı var, qoyun əti var. Şişlə toyuqlar var. Bu şəkildə. Şirniyyatlar da var imiş. Nə zakaz verdiyimi özüm də bilmirəm. Göbələklə ət, cevini tərcümə elədi. Göbələk ət, bir də düyü deyəsən dedim. Verdim hardasa 5 manat. Thank you. 5 yox, baha yəni deyəcəm. Hardasa 6 manat neçə qəpik pul çıxdı. Deməli, göbələkli ət, mal əti, bir də düyü. Yəni də çayımı yenə həmişə kimi çayımı getdi qoydu qabağıma. Elə bir ki, mənə görə kimi elə bravoy çay gətirir. Başqa heç kimə verilir, bir dərə mənə. Yazığı gəldi mənə deyəsən bu. Amma dostlaşmışam. Mənə görən kimi sevinir. Bu şəkildə. Altı manata mənə getdikləri yeməyə baxın, sən Allah. Sonra deyirlər ki, Çin belə, Çin elə. Bundan artıq nə olmalıdır, qardaş? Bu Azərbaycanda 6 manat olmaz, yəni həqiqi 6 manat olmazsa, bu başqa bir şeydir. Yəni, bu Instagramımıza da ataq. Çəkəmədim, bumerang olur. Bu şəkildə qiymətləri həqiqi münasibdir, yəni deməyin ki, bahadır. Yəni mənim qaldığım yer də balaca yer deyil də, buranın mərkəzi kimidir. Yaxşı yerlərdən biri. Yəni, bu şəkildə bir restoranda 6 manata göbələkli, mal ətli, sonra düyülü bir dənə yemək. Yemək yeyib qutarmır. Cim mən doymuşam, hələ ət tərəfə dəyməmişəm. Ancaq düyü tərəfin biraz indi üstünə göbələk falan əlavə edib yemişəm. Amma mən öncə doymuşam, hələ ət tərəfləri ilə digər ədəvalar tərəfinə dəyməmişəm. Yəni həddən artıq çox verirlər. Bunlarda pors çox olur. Bu qaqaş mənə nə qədər yaxşılıq edir. Bir dənə çay getmişdi, çıxanda tez yürə-yürə getdi, birini də götdü, gəldi ki, ala içərsən. Qapımız adımı da açdı, sağ olsun. Nə bilim. Kaş bütün insanlar andalarlar, kaş bütün insanlar belə olur. O qədər yaxşı insandır ki, çox şey deyir, mehriban, gülərüz. Ancaq da gedir çay gətirir. Yürür, pramoy, bir Əhməd xiyar zat pay vermişdi. Nə bilim, eyvallah. İnsanlar belə olsa həqiqətən həyat yaşanması bir yer olar. Deməli, qardaşımız gəlib. Neyim? 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 Çan yimi. Gəlib, oturub yanında, əyləşib yanında, mən də hosteldəyəm. Mənə maraqlanır ki, adın nədir, hardan gəlmirsən, neynirsən. Prosta dil bilmir, İngilis dilində bilmir, ləzzət eləyir. Şöpüb, indi bundan bizi çəksin. Deməli, məktəbə gedir. Məktəbə gedirsən. 12 yaşı var. Sonra nə soruşaq? Bura gəlməyə gəlmişsən. Nəyə gəlmirsən? Nəyə gəlmirsən?
Pekinə. Bayram üçün suyun Kimlə görək gəlib? Kimlə gəlmirsən? My father. My father. Brother. Qardaşıyla. Qardaş. Okay. Bu da bizim dostumuz. Prosta heyecanlıdır. Elə yaxşı gəldi, yavaş-yavaş oturub yanında mənə görə gəlir. İndi heyecanlıdır. O ki deyirlər, Yaponların mədəniyyəti, nə bilim də dünyanın ən mədəni insanları belə elə. Yəni indi yanımda oturan uşaq həqiqi çox mədəni uşaq idi. Deyirəm ki, məktəbə getsən, deyir, hə, deyirəm, yaxşı olsan, deyir, hə, deyirəm, telefonum var, deyir, yoxdur. Noşum ora-bura biraz söhbətləşdik, amma həqiqi bilinir ki, yaxşı, çox mədəni. Qardaş gəldi, deyib, qardaşımla gəlmişəm də bura. Gəzməyə gəlməmişik, bayrama görə bilmirəm, yəqin nəsə işləri var. O şimdi qardaş gəlib, böyük qardaş, elə utana mənə ki, bir dənə şəkil çəkdirə bilərsiniz ona, şəklinizi çəkimsin. Amma həqiqi insanların üzünə baxırsan, nə bilim, başqadırlar da, Allah hamd olsun. İndi bu yanımdakı oğlanın, məsələn, deyir, telefonum yoxdur, Çin kimi ölkədə, nə bilim, bu boyda texnologiyanın içində deyir, telefonum yoxdur, məktəb oxuyuram, ona görə telefonum yoxdur. Başqadırlar, yəni bunun üstü, Yaponlar indi düzdür, çox şeydilər, amma bunun üstü nə ola bilər fikirləşə bilmirəm da. Başqadırlar, valla başqadırlar. Gəlin, gəzin, görün siz də. Burada da saat, Azərbaycanda saat 8-in yarısıdır, burada da 12-in yarısıdır. İndi yatacağım inşallah. Gecəniz xeyrə qalsın, sağ olun. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Bu biraz qısa video oldu. Qısa deyəndə, yəni tam başqa cür video oldu da bu. Yəni gəzmədiyim, çəkmədiyim, sadəcə biraz Çin haqqında məlumatlar verdim sizə. Gecəniz xeyrə.